Temu tətbiqində də Trendyol tətbiqində olduğu kimi favorilərə eklə, yəni favorilərə əlavə elə bölməsi mövcuddur. Bunun üçün Temu tətbiqinə daxil oluruq. Daha sonra siz bölməsinə gəlirik. Burada daha keçmişdə baxdığınız məhsulları görmə mövcuddur. Saat işarəsindən işarə olunub. Daha sonra geri qayıdırıq. Siz bölməsinə istək listəsi deyə bir bölüm var ürək formasında. Burada bizim favorilərə, yəni istəklərə əlavə elədiyimiz məhsulları görmək mümkündür. Bunu necə edirik? Məsələn, bir məhsul seçək, bu məhsul olsun. Aşağı hissəyə enirik. Burada daha əvvəl məhsulu alan şəxslərin rəylərini aşağı düşdükdə ürün detaylarında qayd edildi. Gördünüz, qayd et kimi bölmə var ki, ürəyin üstündə vurduqda bu bizim istək listemizə düşür. Yenidən siz bölməsinə daxil olub, istək bölməsinə getdikdə bayaqki məhsulu istək listəsində görə bilərik.